Sonra Elman Teymurova. Kərbalada olmusunuz. Hə, olmuşam. Ərbəyin vaxtı yoxsa? Əvvəl vaxtı. Məhərrəm ayında. Hə, O yolu getmişsiniz. getmişəm mən. Çətindir. Çətindir. O yolu getmək, yoxsa onu həmin yolda eşq eləmək? İşe yemək. Nə hisslər keçirmisən? Çox. Məsələn, ilk dəfə gedirdin. İlk əvvəl. Nə həsrət var idi ki, ki bu yol tez qutaraydı, Ağam İmam Hüseyni görəydin. Bax, onları mənə danış. Hə. Nə baş verdi o yolda, danış. O yolda deyirdim ki, yerim Alağa görüm. Çox görüm. Və getdin gördün, Hə, getdim görüm. ilk dəfə. İlk əvvəl. Orada olan o eşq ki var, sevgi ki var, Var. o gözəllikdən danış da mənə. Güzel şey var. Orada Tom'un çavara satanlara getdim şeye, çavara dedim ki Tom'un kömək vaxtında. Mən kömək edə bilərsiniz. Çavara qalxdı ki, eləyərəm oğlunu işləyərəm. Ürəyi nə istəyir? Dedim, mən ürəyim nə istəyir? Tom'un uşağım olsun, evladım olsun. Şevval dedi ki, inşallah olar. Həmişə canı, mən yerdən kəvara su içməsəm, mən boğazıma su getməz. Tom'u biz kəvara çox sevirik ona görə. Hər gün kəvara dəyməyə gedirik. Həmişə kəvara ömrüm üçün çox qam verirəm. Onu çox başınıza yastığa eləməsin. Kərbalada ilk dəfə ki, daxil oldun hərəmə. Hə, Əbəlfəz ağanın hərəminə daxil oldunuz, yoxsa İmam Hüseyn ağa? həvəl. Niyə? Sonra o tutduğunda ürəyimdə o idi. Sən belə bir sözdün ki, su içmirəm. Hə, Niyə içmirsən? əvvəlsə içməsə mən içməyəm, boğazıma keçmir. Adi hallarda da, Hə, adı. məsələn, indi su içmirsiniz. Yox. Bu, yəni adi hallarda da su içmirsiniz. Yox. Yəni ümumiyyətlə adi su, yoxsa adi belə şeylər içirsiniz, çay, Hə, içəcəm. Amma su yox. o ağ rəngdə olduğu üçün su görən kimi içmirsiniz. Yox. Bu Kərbala yolunda Elman, səni ən çox yandıran, təsir eləyən nə oldu? Təsirin Tom'un oldu ki, bizi Tom'un Hüseyin Tom'un babaları şeydi, yazıq idi. Nəvələri. Şəhid oldu. Həmin yolu gedəndə onları düşünürdün. Hə, Kərbala çölündəsin. çölündə. Əhl-i Beyti sürgün edirdilər. Onlar yadıma düşdü. Düşdü. Tom'un əfini eləyəndə Tom'un ürəyimdə ki, Hüseyin həmişə yanımızda olsun. Övladın var? Yox.
İnşallah olar. Övladın dünyaya gəlsə adını nə qoyacaqsın? Əbəs. Bizim də verilişin adı İmam Hüseyn ilə danışdı. Nə demək istəyərdin ağaya? Bunun buradan YouTube'dan ağaya deyirəm ki, həmişə yanında olsun, şükrüm olsun mən. Məni çağırın, tanıyın məni qorusun. Şeydən, pisdən, adamdan qorusun məni. Şeylərimi sorumlu boyasın. Həmişə ağa bizi başımıza üstündədir. Həmişə üstündə istəyəməsən ağa. Ağa hara gedir, mən də onun dalınca gedərəm. Ağa deyir, ölərəm.